Soyuqdur, biz burada işləyirik və bugün Abşeron dairəvi dəmir yol xəttinin sonuncu bağzalarını çəkdik. Yəni başdan başlayıb, dairəni fırlanıb və sonuncu keçkiyə gəlmişik. Ən əsas buradan bizim baxmalar xüsusi salamlarını çatdır. Bizdən bir yerdə əziyyət çəkib o görsənməyib düzdür amma. Bugün sizə adının mənası, köç məskunlaşma olan Bakıda yerləşən sənaye mərkəzlərinə. Bu dəfə istiqamətimiz bölgədir. Texnologiya. Bax, mən niyə son cümləni deyəmirəm ya? Axıra qədər izləyin, axırda möhtəşəm bir son. Tamam başqa oldu. Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiya, dayanacaq və vağzallarından danışmışıq, yalnız birindən başqa. Bugün biz adının mənası məskunlaşma, köç olan Keçlədəyik və sizə Keçlə dəmir yol dayanacağından danışacağıq. Göz açmışam mən bu şəhərdə, boyatmışam mən bu şəhərdə, canım qanımdır o mənim. Bakımı necə sevməyi. 1952-ci ildə istifadəyə verilən Keçlə dəmir yol dayanacağının ətrafında əvvəllər maşın qayırma zavodları, istehsalat sahələri və anbarlar yerləşirdi. Elə buna görə də ilk zamanlarda dayanacaq həmin işçilərin daşınmasında fəal iştirak edirdi. Hələ 1900-cü illərdən fəaliyyət göstərən Keçlə sərnişin dayanacağı ilə eyni adı daşıyan Keçlə yük stansiyası da fəaliyyət göstərir. Sovet dövründə bu yük stansiyası Bakının sənaye obyektlərinə xidmət edən əsas logistika mərkəzlərindən biri sayılırdı. Burada əsasən zavod və istehsalat sahələri üçün xam mal ehtiyatları, tikinti materialları saxlanılır və daşınırdı. Aparılan yenidən qurma işlərindən sonra 2019-cu ildə Keçlə dəmir yol dayanacağı yenidən istifadəyə verilir. Yenidən istifadəyə verilən dəmir yol dayanacağında 2 yeni turniket binası tikilir, 10 turniket quraşdırılır, yeraltı keçid inşa edilir. Dayanacağın ümumi sahəsi isə 10.000 kvadrat metrdir. Bu da son 8:20-də vağzalda layihəmiz vasitəsilə sizə Abşeron dairəvi dəmir yolu xəttinin stansiya, dayanacaq və vağzallarından bəhs etdik. Biz gələn il yenidən sizinlə görüşəcəyik. Bu dəfə istiqamətimiz bölgələr olacaq. Hələlik. Saxla. Söndürmə kameranı. Son bölümümüzün şərəfinə tortumuzu da kəsək. Yandıran ver İlhan. Yandı. Yandı. Bunu üfürdük, bununla da bağlayırıq məsələni. Daha İlhan büyük.